Bəzən müştəri xidmət tam sifariş olunmadan əvvəl şirkətə avans ödənişi, yəni depozit qoyur. Bu halda həmin ödənişi sistemdə qeyd etmək üçün satış əməliyyatları, avans ödənişi, depozit bölməsinə daxil oluruq. Yeni əməliyyat üçün Plus avans ödənişi düyməsinə klikləyirik. Əvvəlcə müştərini seçirik, sonra ödənişin hansı valyutada edildiyini qeyd edirik. Daha sonra ödəniş növü seçirik. Yəni, nağd, bank və ya kartla ödəniş olub. Ödənilən məbləği daxil edirik və tarixi qeyd edirik. Əgər istəyirsinizsə, açıqlama hissəsində əlavə məlumat da yaza bilərsiniz. Məsələn, otel üçün ilkin ödəniş və ya tur avansı. Sonda təsdiqlə düyməsinə klikləyirik. Artıq bu depozit sistemdə qeyd olunur və gələcəkdə eyni müştəri üçün satış yaradanda sistem avtomatik olaraq həmin məbləği Advanced Payment bölməsində göstərəcək. Bu, ödənişlərinizi dəqiq izləmək və müştəri balansını idarə etmək üçün ən rahat üsuldur.